Aha, Pirene yarımadasında bilirik ki iki dövlət yerləşir. Böyük İspaniyadır, kiçik isə Portuqaliya. Ərəblər bura keçdilər, İspaniya və Portuqaliya bunu bilmiş oldu. İspaniya bilirik ki, misal üçün El Reconquista hərəkatının gedişində və ya bundan sonraki dövrdə Navarra ərazisi İspaniya və Fransa arasında bölüşdürülübdür. Deməli, İspaniya gedib başqa bir yerdəki dövlətlə bölüşdürməyəcək hər halda, öz qonşusu ilə bölüşdürər. Deməli, İspaniyanın o cümləni bilsək, tapa bilərik ki, İspaniyanın qonşusu Fransadır. Həm də onu bilirik ki, Fransa İngiltərə ilə qarşı-qarşıya durub həmişə bir-birlərinə savaşıb düşmən olan dövlətlərdir. Deməli, bunlar qarşı-qarşıya olmuş olacaq. Fransa həmişə həm birinci, həm ikinci Dünya müharibəsinin gedişində Almaniyanın işğalına məruz qalıb və yeri gəlmişkən müharibədən elə demək olar dərhal sonra hücumuna məruz qalıb. Yəni bu oradan başa düşə bilərik ki, İspaniya, Fransa, Almaniya yanaşı ard-arda tutulmuş dövlətlərdir. Hitlerin hansı əraziyə hücumu ilə İngiltərə müharibəyə qoşulmuşdu? Xatırlayırsınızsa ümumiyyətlə bir tərəf olan Belçikanın ərazisi. Bax, burada Belçika gedir. Burada isə Hollandiya və yaxud da Niderland, Fransanın və Almaniyanın arasında iki dənə belə xırda dövlət yerləşmiş olur. Yuxarıda Niderlanddır və yaxud da Hollandiyadır. Aşağıda isə deməli yerləşir Belçikanın ərazisi. Burada isə bilirik ki, Aralıq dənizinə daxil olan dövlət hansı olacaq? Aralıq dənizinə daxil olan və qadın çəkməsini xatırladan bizə bu dövlət olacaq İtaliya. İtaliyanın ərazisi. Roma papası, İtaliya, yəni onunla bağlı olan sualları burada götürmüş olacaqsınız. Daha sonra İtaliyanın şimal hissəsində yerləşən bu balaca dövlətimiz isə İsveçrədir. Baxın, sanki bir xəttlə bunlar düzülüblər. Bu xırda dövlətlər Niderland olsun, Belçika, İsveçrə bir xətt üzrə belə düzülüblər. Deməli, bu oldu İspaniya, daha sonra İngiltərənin qarşısındakı Fransa, Fransanın işğala məruz qoyan Almaniya, Almaniya bilirik ki, daha sonra gəlir Polşa. İkinci Dünya müharibəsinə məhz Polşaya hücumu ilə başlamışdı. Polşa burada yerləşmişdi. Daha sonra İkinci Dünya müharibəsini xatırlasaq, orada belə bir cümlə var idi ki, Hitler öz şimal sərhədlərinin təhlükəsizliyini təmin etdi. Haraların tutulması ilə şimal sərhədlərini deyiriksə, deməli şimalına baxmalıyıq. Elə deyil, Danimarkanın və Norveç ərazisi. Bura isə İsveçdir. Görürsünüz, daha uzun olan bir qədər İ hərfini xatırladan İsveçdir. Bu yanındakı isə İsveç-Norveç qonşu dövlətlərdir. İsveç, bu da olacaq avtomatik Norveç. Burada isə Danimarka yerləşmiş olur. Daha sonra bura Finlandiyadır. Məsələn, sizə sual düşə bilər ki, 1-ci Çar Rusiyasının imperatoru 1-ci Aleksandrın dövründə işğal edilən ərazi İsveçlə müharibə aparıb, bax bu İ ilə müharibə aparıb, Finlandiyanı ələ keçiribdi 1-ci Aleksandr. Bunlar isə Şərqi Avropada o Baltikyanı dövlətlərdir. Estoniyadır, Latviyadır, Litvadır. Estoniya, Latviya, Litviya ardıcıllıqla düzülüblər. Bura Polşadırsa, bura isə olacaq Belarusiya. Bura hara olacaq? Baxın, Qaradənizə girmiş, Qaradənizin daxilində burada nədir bu? Krım. Vaxtilə Osmanlının ələ keçirdiyi, sonra Rusiyanın işğal etdiyi Krım. Krım haradadır? Ukraynadır. Deməli, avtomatik burada olacaq Ukrayna. Ukrayna, Belarusiya, bu isə olacaq Polşa. Yəni, Polşa Almaniyaya daha yaxındır. Ona görə, məsələn, Belarusiya ilə Polşanı qarışdırmamalısınız. Polşa Almaniyaya daha yaxın olduğuna görə bura Polşadır. Ukrayna, Polşa, Belarusiyada qonşu dövlətlərdir axı. Deməli, burada Polşadırsa, Krıma görə Ukrayna buradadır. Avtomatik burada qalır Belarusiya. Daha sonra, məsələn, Sadova döyüşündə Avstriya məğlub olmuşdu, xatırlayırıqsa və bundan sonra Alman İttifaqından çıxmışdı və yalnız Şimali Alman İttifaqı qalmışdı. Yəni, Cənub buradan ayrılmışdı. Cənub deyiriksə, Almaniyanın cənubuna baxsaq, Avstriya. Deməli, Avstriya burada yerləşmiş olur avtomatik olaraq. Avstriya, Macaristan. Deməli, Avstriya buradadırsa, Macaristan onun qonşusudur. Hitler Çexiya ərazisini, Çexoslovakiya ərazisini ələ keçirmişdi, elə deyil. Deməli, bura Çexiyadır. Çexoslovakiya ola bilməsi üçünsə, bu balaca yerdə Slovakiya olmuş olacaq. Slovakiya, Sloveniya. Bir xəttlə üz aşağı düşsək, bu bələcə 5 olan da Sloveniyanın ərazisidir. Deməli, Almaniyadan baxacağıq cənubundakı Avstriyaya, Avstriya yanındakı Macaristan olacaq. Hitlerin tutduğu Çexiya, yəni bizə Çexoslovakiyanı soruşursa, gedib başqa yerə baxmağımız düzgün olmaz.
Almaniyanın ətrafına baxmalıyıq. Almaniyanın ətrafında təbii ki, bunlar olmayacaq artıq. O Cənub Avstriyadır. Bu tərəf Polşa olduğuna görə qalıb bir dənə bura Çexiya və Slovakiya. Çexoslovakiyaya baxmalıyıq. Burada isə deməli nəyə baxmalıyıq? Bir ərazini göstərmək istəyirəm mən sizə. Berlin Konqresində qəbula da düşmüşdü bu. Berlin Konqresində deməli müstəqillik qazanan dövlətlər. Serbiya, Çernogoriya və Rumıniya əraziləri. Çernogoriya bu balaca, ardıcıllıqla baxın belə üçlük kimi düzülüblər. Çernogoriya, Serbiya və Rumıniya əraziləri. Çernogoriya, Serbiya və Rumıniya ərazisi. Bu isə Bosniya və Hersegovina ərazisi. Daha sonra bura bilirik Balkan yarımadası, Yunanistan ərazisidir. Yunanistan'dırsa daha sonra Yunan ərazilərini kim işğal etmişdi? Makedoniya. Deməli, Makedoniyanı tapmaq üçün durub biz başqa yerə getməməliyik. Yunanistan ətrafına baxmalıyıq. Elə buradan 4 Makedoniyanın ərazisidir. Məsələn, bura Bulqaristandır. Çünki Osmanlının, yəni Türkiyənin Avropa qonşusu haradır? Bulqaristandır. Avtomatik bura Türkiyədirsə, deməli burada Bulqaristan olacaq. Çünki onun Avropa qonşusudur. Rumıniya. Baxın, Çernogoriya, Serbiya, Rumıniya müstəqil əldə edən Balkan dövlətlərdir. Bura Balkan yarımadası ümumiyyətlə. Bu balaca Moldova ərazisidir, Ukrayna ərazisi də buradır. Onu da qeyd etmiş olduk. İndi gəldik adalara. Bura İtaliyadır. Bilirik ki, İtaliya ilə, qədim Roma ilə bura Karfagendir. Afrikanın şimalında yerləşir. Hansı ada uğrunda mübarizə aparırdılar? Siciliya. Deməli, ikisinin arasında bölüşə bilmədiyi Siciliyadır. Və sizə sual düşə bilər. Romanı tutub yandırdığı 146-cı ildə öz eyalətinə çevirdiyi ərazi təbii ki, olacaq Karfagen, Afrikada yerləşən Karfagen və Siciliya uğrunda savaşırdı. S. Korsika. Siciliya, Sardinya, Korsika ərazisidir. Korsikadan çıxmışdı Napolyon Bonaparte. Deməli, Korsika Fransaya daha yaxın olanı götürəcəksiniz. Korsika deməli Fransaya yaxın. Eslər birinci düzülüb, daha sonra isə Fransaya yaxın olan Korsikadır. Bura Kritdir. Krit adasıdır. Bilirik ki, Krit mədəniyyəti Yunanistan, onun cənubunda yerləşən avtomatik tapa bilərik. Bura isə Kipr ərazisidir. Bura qeyd olunmuyor. Burada İslandiyanın ərazisi isə, baxın bu ərazidir. Təbii ki, bu böyük ərazi isə Rusiya ərazisidir. 36 isə Rusiya. Yenə bu bayaq baxdığımız ərazilərdəndir. Ukraynada görürsünüz, bura Krımdır, Ukraynada, bura Moldovanın ərazisidir. Türkiyənin Avropa qonşusu Bulqaristandır. Bizdən soruşda, məsələn, Balkan savaşlarını soruşa bilər. İkinci Balkan savaşında məğlub olan dövlət soruşmuş ola bilər. Bulqaristan harada yerləşir? Türkiyənin Avropa qonşusudur. Deməli, avtomatik buranı götürəcəyik. Və yaxud da Balkan İttifaqına daxil olan dövlətləri bizdən soruşmuş ola bilər. Çernogoriyanı soruşmuş ola bilər. Serbiyanı soruşmuş ola bilər, Yunanistan, Makedoniya. Yəni, bunlar hamısı qonşu ərazilərdir. Sadəcə, məsələn, Rumıniyanı bilsəz ki, buradakı ən böyüdür, Rumıniyanın ərazisidir və o cümlədən Çernogoriya, Serbiya və Rumıniya Berlin Konqresində müstəqillik qazanıb. Baxın, aşağıdan yuxarıya doğru bir xətt istiqamətində düzülüblər. Yunanistanın yerini bildiniz, Yunanistanın yuxarısında isə yerləşir Makedoniya. Burada balaca Kosova var. Məsələn, sizə düşə bilər Kosova Azərbaycan sülh məramlarının NATO-nun hərbi qüvvələrinin içərisində, məsələn, 94-cü ildə iştirak etdiyi sülhü qorumaq üçün Kosovada götürə bilərsiniz ki, bax, burada yerləşmiş olur. Azərbaycan ərazisini bilirsiniz, şimal qonşumuz Rusiyadır, Gürcüstan, Ermənistan bizim ətrafımızda, İran cənubumuzda yerləşir, İranın qonşusu İraqdır, İraq varsa Suriya da burada yerləşəcək. Suriyanı tapmaq üçün də aşağı baxmayacağıq. Niyə? Çünki Suriya həm də Türkiyənin qonşusudur. Deməli, biz İraqdan bir qədər yuxarıya doğru baxmalıyıq Suriya üçün. Fələstindir, İsraildir, İordaniya da burada yerləşmiş olur. Ərəb dövlətləri demək olar ki, bir-birinə yaxın yerləşmiş olur. Yenə bura Azərbaycan ərazisidir. Bir qədər əvvəl bu xəritəyə biz nəzər yetirmiş olduq. Daha sonra bu testə düşmüş bir xəritə sualıdır. Yəni, bu sizin qarşınıza çıxmış ola bilər. Deməli, burada söhbət ikinci, belə deyim, Dünya müharibəsi dövründən də gedir. Azad şəhər statusu almış Danzig şəhəridir. Danzig indi həmin dövrdə Almaniyanın ərazisi olaraq qeyd olunurdu. Ən azından bilə bilərsiniz ki, Almaniyanın baxın bu şimal-şərq hissəsində yerləşmiş olur Danzig şəhəri. Yenə bu
Asiya qitəsidir. Artıq baxan kimi bəzi açar məqamlardan tapa bilirik. Məsələn, elə buradan Hindistan yarımadasından görürsüz, tapa bilirsiniz ki, bura artıq Asiyanın ərazidir. Bunu Hindistanı müəyyənləşdirdiniz. Hindistan tapdınızda, deməli Hindistandan ayrılaraq yaradılan müsəlman dövləti hansıdır? Pakistan. Deməli, ora yəni Hindistan ətrafında biz Pakistanı tapmalıyıq, sərhəd qonşusu. Pakistanın yanında yerləşən dövlət isə Əfqanistan ərazisidir. Məsələn, bir sualda qarşımıza çıxmışdı. Qəznəlilər dövlətinin ərazisini soruşurdu bizdən. Qəznəlilər dövlətinin ərazisini tapa bilmək üçün, ümumiyyətlə istənilən bir dövlətin ərazisini tapmaq üçün onun paytaxtını tapmalıyıq. Qəznəlilərin paytaxtı hansı şəhəridir? Qəznə. Elə kitabımızda da var. Qəznə indi hal-hazırda Əfqanistanda yerləşir. Ona görə biz avtomatik baxın, Qəznəlilər dövləti deyirsə, biz baxmalıyıq iki ərazisinə. Bir haradır? Bax, bura görürsünüz Xəzər dənizidir. Deməli, Xəzərin cənubunda olacaq İran ərazisi olacaq. 3 isə Monqolistan ərazisidir. 4 isə hamının bildiyi kimi artıq Çindir. Burada 6 olaraq Vyetnamı göstərməyə çalışıb. Bir qədər yəni tərsinə göstərilib bu istiqamətdə. Bura isə Bangladeşdir. Məsələn, Şərqi Pakistan ərazisi, Bangladeş ərazisi. Bura haradır? Yaponiya ərazisidir. Ada dövləti dərhal baxmalıyıq. Necə İngiltərə deyirsə, Avropanın ən qərbində adaya baxırıq. Yaponiyanı deyirsə, yenə də Asiyanın şərqində, Asiyanın şərqində ada dövlətinə, Yaponiyaya baxmalıyıq. Məsələn, 1945-ci illərdə Rus-Yapon müharibəsi qalib gəlməsi ilə bağlı suallar düşmüş ola bilər. Yaponiyanın qarşısında isə Koreyadır. Bax, burada Koreya yerləşdir. 1950-53-cü illər Koreya müharibəsi ilə bağlı suallar düşə bilər. Və yaxud da 1894-95-ci illərdə Yaponiya və Çin hansı ərazi uğrunda savaşırdı? Bax, arasındakı bu Koreya. Burada Çindir, burada Yaponiyadır. Arada yerləşir, Koreya uğrunda savaşmış olurdular. Və yaxud da sual düşə bilər ki, Koreyanın 1910-cu ildə protektoratlığına çevirdiyi ərazi. Təbii ki, Çinlə savaşda müstəqilləşdirdi. 1910-cu ildə isə öz protektoratlığına çevirmiş oldu. Ona baxa bilərik. Daha sonra baxacağımız digər bir ərazi suallarla bağlı idi burada. Deməli, bu Afrikanın şimalı ilə bağlıdır. Bununla bağlı bizim suallar qarşımıza çıxa bilər. Deməli, buranın hansı ərazi olduğunu bilmək üçün elə baxanda da görsənir. Baxın, bura Aralıq dənizidir, görürsünüz. Aralıq dənizinin cənubu haradır? Afrika qitəsi və yaxud da Afrika materikidir. Ona görə tapa bilərik avtomatik olaraq. Burada yerləşir, baxın, bura Mərakeş ərazisi. Mərakeş. Daha sonra Mərakeşdən sonra gəlir Əlcəzair ərazisidir. Sonra Tunisdir. Bura Liviyadır. Baxın, Tunis qədim dövrdə Karfagenin ərazisidir. Amma indi Tunisin ərazisi. Bura Əlcəzair. Burası Liviyanın ərazisidir. Məsələn, Osmanlının İtaliya ilə apardığı müharibə var idi. Osmanlı və İtaliya arasında bax, bu Liviya uğrunda müharibə gedirdi. Trablis, paytaxtı Trablis uğrunda gedən müharibə idi 1911-12-ci illərdə və Osmanlı sonuncu mülkünü burada itirmişdi. Buradan bizim qarşımıza sual düşə bilər. Dedik, bura haradır? Aralıq dənizinin şərqində yerləşən və daha böyük olan Suriya. Suriya varsa, bura İraqdır, Zərqin qonşusu İrandır. Bu isə Sərgiyə ərazisi. Burada isə Aralıq dənizinin şərqində yerləşən Suriya, Fələstin, yəni İsrail, İordaniya, bunlar burada kompakt halda yerləşən dövlətlərdir. Bura hara olacaq? Ada dövlətimizin İngiltərənin qarşısındakı olacaq və Korsikaya da yaxın. Hara olacaq? Fransa, avtomatik olaraq. Bura harada? İspaniya. Ərəblər, baxın, buradan gəlib keçmişdilər İspaniyaya. Sual düşə bilər sizə ki, məsələn, İnsaflı xəlifələr dövründə tutulan əraziləri qeyd edin. İnsaflı xəlifələr dövründə bilirik ki, Misir ərazisi ilə keçdib, Suriyanın ərazisi tutulubdur, Fələstin ərazisi tutulub ərəblər tərəfindən və yaxud da Əməvilərin dövründə gəliblər hara? İspaniyaya gəliblər Əməvilərin dövründə. Buna baxmalıyıq. Bu yenə də elə Asiyanın xəritəsində təkrar-təkrar müxtəlif formalarda qarşınıza çıxa qoyuram ki, çünki hər formada qoya bilərlər. Bir rəngli formada qoya bilərlər, biraz şimal hissəsini göstərə bilərlər. Məsəl üçün, göstərir bizdə nəyi? Burada yenə də görürsünüz, Qırmızı dəniz, Aralıq dənizi, Afrikanın şimal-şərqi, haradır? Misir ərazisi. Bura Liviya ərazisidir, bura Tunisdir, müasir dövrdə Tunisdir, qədim dövrdə Karfagenin ərazisi idi. İtaliya, Karfagenlə hara uğrunda savaşırdı Roma? Siciliya, bura Siciliyada. Deməli, bura olacaq İraq ərazisi. Baxın, bura Türkiyədir. Qaradənizin ters-cənub hissəsinə baxacağıq. Bura Türkiyənin ərazisidir. Türkiyəni qovuşdurur, Suriyadır, İraqdır.
Xəzərin cənub hissəsi harada? İran ərazisidir. Burada isə bizdən nəyi soruşur? Bir qədər yumru formada olan Əfqanistandır. Baxın, Əfqanistanı müəyyənləşdirmək üçün Hindistanı müəyyənləşdirməyimiz kifayətdir. Hindistan yarımadasını, yəni əksəriyyətimiz tanıyırıq. Bura Hindistan yarımadası, Hind okeanına girib gördüyümüz kimi Hind okeanına daxil olub. Və yaxud da düşə bilər ki, Vasko da Gamanın dəniz yolunu kəşf etdiyi və yaxud da bu əraziyə dəniz yolu böyük coğrafi kəşflərə gətirib çıxardı. Təbii ki, bura Hindistandır. Hindistanın qonşusu haradır? Müsəlman dövləti Pakistan. Pakistanın qonşusu Əfqanistandır. Tapa bilərik buradan ki, burada Yaponiyadır. Yaponiya Çindir. Yaponiya və Çin hara uğrunda savaşırdı? Koreya uğrunda savaşmış olurdu. Bura Rusiyanın ərazisidir. Bura Monqolistandır. Bizdən erkən orta əsrlər Türk dövlətlərində soruşsa, ümumiyyətlə Asiyada yerləşən təbii ki, Xəzər dənizinin şərqindən, yəni Sakit okeana qədər bax bu əraziləri götürmüş olacaq. Mövzumuzla bağlı bu qədər.